Tənlər sisteminin sonsuz sayda həlli olduğunu bilərək n plus n cəmini tapın. Tənlər sisteminin sonsuz sayda həlli olması üçün x-lərin əmsalları ilə y-lərin əmsallarının nisbəti, həmçinin sərbəst ədədlərin nisbəti bir-birinə bərabər olmalıdır. Yəni m çıxılsın 1 bölünsün 6 bərabər olmalıdır. 3 bölünsün n plus 4 və da bərabərdir 4 bölünsün -8. Ayrı-ayrılıqda birinci ilə üçüncünü, ikinci ilə də dördüncü nisbətləri çarpaz vurub həll edək. Burada birinci ixtisarımıza aparsa qalar -2 aşağıda, 1 də yuxarıda. -2 vurulsun m çıx 1 bərabərdir 6-ya. M çıx 1 bərabərdir 6-nı -2-yə böldükdə -3 alınır. M də bərabərdir -3 üstə gəl 1, yəni -2. Deməli m -2-dir. Digərini çarpaz vursaq 3 vurulsun -2 bərabərdir n plus 4. Deməli n plus 4 bərabərdir -6, n də bərabərdir -6 çıx 4, n bərabərdir -10. n də -10'dur. Hər ikisinin cəmi olacaq -12.